أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, Rabbi şirahli sadri və yassirli əmri və ahlul uqdətən min lisani yəfqahu qavli. Peyğəmbər sallallahu aleyhi ve sellem Peyğəmbər kimi göndərilməmişdən öncə ərəblərin halı, Peyğəmbər sallallahu aleyhi ve sellemin risalətindən öncəki insanların adı həm Quranda, həm sünnətdə, Peyğəmbər sallallahu aleyhi ve sellemin sirasında, ərəb ədəbiyyatında, ərəb şeirində, ərəb tarixində, ərəb siyasətində və s. və ilaxır. Bir dənə adı var idi, cəhiliyyə. Hər yerdə rast gələ bilərsən. Adını çəkdiyim o yerlərin hamısında. Cəhiliyyə deyiləndə qəsd edilən şey, yəni Muhammed sallallahu aleyhi və səlləmə qədər. Bir dənə adı var, cahiliyyə. Misal üçün, deyirlər cahiliyyə şairi, cahiliyyə adəti, cahiliyyənin dini və s. və ilaxır. Cahiliyyənin bütləri. Və Peyğəmbər sallallahu aleyhi ve sellem gətirdiyi dindən, dəvətdən, tövhiddən, sünnətdən sonra o demək deyil ki, cahiliyyə yaşanmır. Yəni o Peyğəmbərə qədər olan cahiliyyə, Peyğəmbər sallallahu aleyhi ve sellemdən sonra da yaşana bilir. Yəni Allah Rəsulü bildirməyib ki, bitdi bundan. Yəni məndən sonra nə qövümçülük olacaq, nə şirk olacaq, nə bütə ibadət eləyən olacaq. Yəni belə bir şey bildirməyib Peyğəmbər sallallahu aleyhi ve sellem. Düzdür, İslam tövhid dəvəti qiyamətə qədər olacaq. Allah təbaraka və teala sonuncu dini hüccət olaraq insanların əleyhində qoruyub saxlayır. Misal üçün, Quran-ı Kərimlə bağlı Allah subhanahu və teala deyir ki, İnnə nəhnu nəzzəlnə zikrə və innə ləhu ləhəfizun. Bu zikri biz nazil etdik və biz də bunu mühafizə edib saxlayacaq. Din mövcuddur, lakin cahiliyyə də var yanında. Demək, Quran-ı Kərimdə Allah təbaraka və teala bu cahiliyyə kəlməsini 4 yerdə zikr edir. Və bu 4 yerdə fərqli yerdə, fərqli mənalarda. Bu 4 səbəb, 4 əsil, 4 rukun cahiliyyənin özüdür. Əgər bir qövmdə, bir zamanda və yaxud da məkanda bu 4 şey ortaya çıxdısa, həmən yerlə bağlı deyə bilərsən ki, bura tam cahiliyyə qövmüdür və yaxud da məkanıdır və yaxud da bəldəsidir və yaxud da zamanıdır. 4. Birinci, Maide surəsinin 50-ci ayətində Allah təbaraka və teala buyurur ki, Əfəhukməl cəhiliyyəti yəbğun Əfəhukməl cəhiliyyəti yəbğun və mən əhsənu minəllahi hukman li qavmin yuqinun. Onlar cahiliyyənin hökmünü mü istəyirlər? Yəqin iman edən bir qövm üçün Allahın hökmündən daha gözəl, daha yaxşı hökm yoxdur. Əfəhukməl cəhiliyyə, cahiliyyənin hökmü. Deməli, əgər bir hökm Allahın deyilsə, adı nədir? Cəhiliyyə. Nə olur olsun? Adı, növü, fərqi yoxdur. Əgər bir şey şəriət deyilsə, o cəhiliyyə hökmüdür, ayətə görə. İkinci, Allah təbaraka və teala Al-İmran surəsinin 154-cü ayətində buyurur ki, Yazunnuna billahi qeyrəl haqqi zənnəl cəhiliyyəti. Əl-əyə. Onlar Allah barəsində haqdan başqasını zənn edirlər. Zannəl cəhiliyyə. Cahiliyyənin zənni olaraq. Onlar Allah barəsində haqdan başqa bir şey zənn edirlər. Yəni, batil bir şey zənn edirlər Allah barəsində. Və onların zəni cahiliyyə zənnidir. Müşriklər Allah barəsində nə zənn edirdilər? Mələklər Allahın qızlarıdır, bu bütlər vəsilələrdir və s. və ilaxır. Cürə zənləri var idi. O zənlər hər birisi öz-özlüyündə Allaha şərik qoşulan əməllər, əqidələr idi. Demək, bir qövmdə əgər Allah barəsində pis bir, haqq olmayan bir zən varsa, o zən cahiliyyə zənnidir ayətə görə. Və bugün də belədir, bugünkü qövmlərin də əksəriyyətində Allah barəsində Allahın demədiyi, Peyğəmbərlərin Allah barəsində xəbər vermədiyi, Allahın haqqında hüccət nazil etmədiyi cürə zənlər var. Hər bir müşrikə, İslam müntəsibi müşrikə deyəndə ki, niyə belə eləyirsən? Niyə bunun vasitəsindən istəyirsən? Niyə belə eləyirsən? Hamısı deyir ki, Allah belə deyib. Necə bir Allah
Yəni bu yaxşı adamdır, salih insandır. Biz də bunun qapısına gəlirik, bu da Allahın qapısına gedir. Zəndir də, yəni Allah barəsində belə bir zənn edir. Və bu da ikinci zəndir. Allah öz kitabında bunu cahiliyyə zənni adlandırır, yəni şirki. Üçüncü, Quran-ı Kərimdə cahiliyyə kəlməsi Fəth surəsinin 26-cı ayətində keçir. Allah subhanahu wa ta'ala deyir ki, İz ca'aləl-ləzīnə kəfəru fi qulubihim əl-həmiyyətə həmiyyətəl cahiliyyəti. Kafirlər öz qəlblərində olan lovğalıqları ilə, kibirləri ilə, cahiliyyə irqçiliyi ilə, qövmsülüyü ilə, qəbiləçiliyi ilə dolu olan vaxtı فَأَنْزَلَ سَكِينَتَهُ عَلَى رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ. Allah da öz rəsuluna və möminlərin qəlbinə sükunət nazil etdi. Deməli, kafirlərin qəlbləri və müminlərin qəlbləri. Allah rəsulu və əshabının qəlbinə Allah sükunət nazil edir. Nəyin əksində? Kafirlərin qəlbləri qövmsülüklə, milliyyətçiliklə, irqçiliklə, kibirlənib, lovğa ilə dolduğu vaxtı. Müşriklərə aiddir bu və Allah subhanahu wa ta'ala deyir ki, həmiyyətəl cahiliyyə. Cahiliyyə milliyyətçiliyi, qövmsülüyü. Bu üçüncü cahiliyyə kəlməsidir. Quran-ı Kərimdə keçir. Cahiliyyə həmiyyəsi, yəni qövmsülük, milliyyətçilik. Hamı deyir ki, mən ondan üstünəm. Biz onlardan üstünük. Biz onlardan çoxuq. Biz onlardan ağıllıyıq. Biz onlardan qədimik. Milliyyətçilik. Bunu da Allah subhanahu ta'ala cahiliyyə adlandırır. Və dördüncü, sonuncu cahiliyyə kəlməsi Quran-ı Kərimdə Allah subhanahu wa ta'ala Əhzab surəsinin 30-cu ayətində buyurur ki, وَقَرْنَ فِي بُيُوتِكُنَّ. Qadınlara deyir ki, evlərinizdə qərar tapın, yəni evlərinizdə oturun. وَلَا تَبَرَّجْنَ تَبَرَّجَ الْجَاهِلِيَّةِ الْأُولَى. Əl-əyə. İlk cahiliyyə dövrünün halı kimi, qadınları kimi açıq-saçıq olmayın. Bu da qadınlarla bağlı olan cahiliyyədir. 4. 5-ci yoxdur. Quran-ı Kərimdə Allah təbaraka və teala cahiliyyə kəlməsini 4 yerdə zikr edir. Birinci hökm, əfə hökməl cahiliyyəti yəbuğun, cahiliyyənin hökmünü mü istəyirsiniz? Bu, nizamın, hökmün, sistemin, quruluşun, qanunun fəsadıdır. Hökm cahiliyyəsi. İkinci, Allah barəsində pis zənd olmaq, bu da şirkdir. Allah təbaraka və teala burada nə adlandırır? Cahiliyyə adlandırır. Yazınnuna billahi qeyrəl haqq. Allah barəsində haqqı olmayan şeyi zənn edirlər. Zannal cahiliyyə. Cahiliyyə zənni. Bu, qəlblərin, fikirlərin, ağılların, əqidələrin fəsadıdır. İnsanlar Allahla münasibətdə yanlış bir şey fikirləşib, onu din bilib yaşayırlar. Bu, qəlblərin, əqillərin, fəhimlərin cahiliyyəsidir. Üçüncü qövmçülükdür. Allah təbaraka və teala həmiyyətül cahiliyyə, cahiliyyə qəbiləçiliyi, irqçiliyi, milliyyətçiliyi. Bu da cahiliyyənin üçüncüsüdür. Sonuncu da qadının cahiliyyəsi. Qadın açıq, yiyəsiz, sahibsiz, nə istəyir yaşayır, necə istəyir yaşayır. Əgər bunun dördü bir araya gəldisə, bir yerdə, müsəlman olaraq bil ki, olduğun yer əsl cahiliyyə yeridir. Hökmdə cahiliyyə, Allahla münasibətdə insanların əqidələrində cahiliyyə, yəni şirk, sonra milliyyətçilik, qövmçülük cahiliyyəsi və sonuncu qadının cahiliyyəsi. Dördü bir araya gəldi, bil ki, sən həmən Allah təbaraka və teala'nın göndərdiyi Muhammed sallallahu aleyhi ve sellemin qövmünün mislində olan bir cahiliyyə qövmünün içərisində yaşayırsan. Cahiliyyə budur, bu 4 şey. Və Quran-ı Kərimdə də bu 4 yerdə bu şəkildə keçir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem həmən bu cahiliyyənin 4'ünün bir arada olduğu yerdə göndərilib, insanları bu 4 dənə şeydən təmizləməkdən ötürü. Allahın şəriətini gətirib, hökmdə olan cahiliyyəni qaldırıb, Peyğəmbər sallallahu aleyhi ve sellem. Şirki bütləri yox edib, tövhidi gətirib, insanların qəlblərində olan şirki təmizləyib, cahiliyyəni ortadan qaldırıb. Üçüncü, milliyyətçilik, irqçilik deyib ki, ayağımın altındadır. Allahın şəriətində hörmət, izzət, üstünlük təqva ilandır. Peyğəmbər sallallahu aleyhi ve sellem bu qövmçülük, milliyyətçilik cahiliyyəsini ortadan qaldırıb. Dördüncü, qadın cahiliyyəsini ortadan qaldırıb. Peyğəmbər sallallahu aleyhi ve sellemə qadına dəyər verib, qadının iffəti qorunsun deyə qadına evini əmr edib, ərinə itaəti əmr edib,
qadına hicabı, niqabı əmr edib. Və Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvətindən sonra təbii ki, başda dedim, o demək deyil ki, cahiliyyə geri dönmür. Əgər bir yerdə ki, nübüvvət risaləti, İslam dəvəti, tövhid dəvəti yaygın deyil, gur deyil, həmin o 4 cahiliyyə nə olur? Qayıdır bir də yerini tutur. Cahiliyyə budur yəni. Dedikdə ki, cahiliyyə nədir? İslam cahiliyyə dedikdə nəyə qəsd edir? Və Allah subhanahu wa ta'ala kitabında bəyan etdiyi bu 4 şeyi qəsd edir. Və İslam dəvəti də bu 4 şeyi ortadan qaldırmaqdan ötürü edilən bir hərəkətdir. Deyilən bir sözdür, edilən bir fəaliyyətdir. Subhanakallahu və bihamdik, əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.